Qələbə klubunun rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Güləş Federasiyasına, Firdovsi müəllimə öz təşəkkürümü bildirirəm ki, mən məşqlərimi yığma komandaya orada gedirəm. Cüdo Ağayar müəllimə təşəkkürümü bildirirəm ki, yəni mən çox kömək ediblər mənə. Taydan mən Rövşən müəllim sağ olsun. Azad müəllimdir. Şəhriyar heç qardaşımdır indi. Evdə yatanda da mənə deyir ki, falan şeysən, falan səhv elədin, falanı belə elədin, nə bilim, oradan belə çıxmaq, zərbəni belə atmaq lazımdır. Sabir müəllim də ki, mənim hər bir şeyə, yəni Qəbələ klubu hər bir bütün idmançıların, yəni hamısının nəinki yəni bu MMA-dan, yəni kickboksdan bizim idmançılar var, taekvondodan var, karatedən var. Yəni o klub açılandan hamı bilir ki, yəni media işçiləri də bilir ki, inkişaf var. İnşallah ki, yəqin ki, Nazım müəllim də sağ olsun, Cido müəllim. Yəqin ki, mən inanıram ki, vətənə qələbə ilə dönərəm. Allah'ın izniyle. Uşaqlar da sağ olsun ki, mənə kömək edirlər həmişə.